nümayişi Azərsel təqdim edir. Dubay şəhərindəki Movenpick otelində Azərbaycan milli komandasının baş məşqçisi Bert Foxun mətbuat konfransı keçirilib. Lichtenstein yığması ilə yoldaşlıq oyununa marağın yüksək olması sevindiricidir. Mətbuatın futbola belə diqqət ayrılması müsbət haldır. Futbolçuların həvəslə məşq etməsi məni sevindirir. Bir neçə təcrübəli futbolçu təlim məşq toplanışına cəlb olunmayıb. Onların əvəzinə gənc oyuncularla gəlmişik. Bu da rəqabətin artmasından xəbər verir. Martda bizi 2 çətin oyun gözləyir. Ona görə də millinin tərkibi geniş olmalıdır. Bu təlim məşq toplanışı bəzi futbolçular üçün son şansdır. Bu barədə onlara məlumat vermişəm. Mən futbolçunun məşqdəki hazırlığından sonra qərar qəbul edirəm. Futbolçu üçün 2 məqsəd var. Oyuna qələbə əzmi ilə çıxmaq və qələbə qazanmaq. Bu 2 amili dərk etsələr inkişaf olacaq. Sevindirici haldır ki, bugün milliyə gənc futbolçular dəvət olunurlar. Bu aşağı yaş qrupu üzrə yığma komandalarda işlərin düzgün qurulduğunu göstərir.